Hər vaxtınız xeyir olsun Yurd FM dinləyiciləri. Hər həftənin 4-cü günü cümə axşamı saat 17-də sizinlə birlikdə görüşə gəlir və bilirsiniz ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni Yurdumuz hər dəfə efirdə olur və incəsənət sahəsində, mədəniyyət sahəsində öz sözünü demiş insanları biz dəvət edirik və onlardan biri də Azərbaycan Respublikasının xalq artisti, Milli Konservatoriyanın dosenti Tarzən Elçin Həşimovdur. Xoş gəlmisiniz Elçin bəy. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Yaxşı olasınız, yaxşı. Əla olun. Elçin bəy, ilə gəlin ki, növbədə başlayaq. Tara maraq ümumiyyətlə necə yarandı? İlk müəlliminiz kim idi? Tara marağım bundan yaranıb ki, bizim evimizdə, yəni biz Qarabağ torpağındanıq, yəni Füzuli rayonundan. Mənim atam evdə həvəskar özü üçün yəni tarif eləyib. Əlbəttə ki, daha çox oradan gözümüzü açıb evdə belə görmüşük. Bəli. Və sonra da valideynlərim məni 8 nömrəli Qaraqarayev adına, indi hal-hazırda musiqi məktəbinə gətiriblər. İlk müəllimim də Fikrət Manafov olubdur. Efir vasitəsilə salamlayıram, ona can sağlığı arzu edirəm. Bəli. Və əlbəttə ki, məhəbbət daha çox evdə valideynlərdən yaranır. Mən elə başa düşürəm. Yəni bizim elə hamı evdə çalıb oxumaq, elə musiqi ilə çox bağlı bir insanlardır. Profesional olaraq evdə 4 övlad olmuşuq, 2 bacı, 2 qardaş, 2 nəfər davam elətdirmişik. Amma hər birimiz musiqini hansısa bir alətində ifa eləməyi bacarırıq. Nə gözəl. Ümumiyyətlə Azərbaycan tarzənləri arasında çox nadir ifaçılar var ki, həm solist, həm də müşahidə kimi fəaliyyət göstərirlər. Bax, ikisini də icra eləmək və hər ikisində uğur qazanmaq çətin deyil sizə. Əslində bilirsiniz, bunların hər biri ayrı-ayrılıqda böyük bir qüvvət tələb edir və hər biri ayrı-ayrılıqda böyük bir məktəbdir. Ola hər birinin özünün öz xüsusiyyətləri var. Bilirsiniz, solist olmaq da çox çətindir. Ona görə ki, orada bütün tam qüvvə səndə olur və sən bütün hissiyatlarını köklənməlisən. Ani səhvə də yol vermək olmaz. Yəni orada əgər orkestrlə ifa edirsənsə, pianistlə ifa edirsənsə, yəni tək də ifa edə bilərsən. Bəli. Tam fikir, diqqət mərkəzində sən olursan. Ona görə onun özəl çətinlikləri var, ağır bir işdir. Amma yəni o demək deyil ki, müşahidə etmək ondan asandır. Bəli. Müşahidə etmək üçün mən istəyirəm bunları ümumiyyətlə tam dinləyicilərimizə deyək ki, bəzən çox maraqlı sualdır. Elə bilirlər ki, hansısa biri asandır, biraz müşahidə etmək böyük bir elmdir. Bəli. Çünki burada artıq sən digər oponentləri, solisti nəzərə almalısan, digər sənət dostlarını sual-cavab formasında musiqini aparmalısan. Tarçalansansa, tarçalan xüsusi olaraq biraz həm də konsertmeyster vəzifəsini daşıyır. İlk işarə, son bitmək, frazaları tez-tez dəyişmək, bu böyük bir elmdir, bu ağır bir şeydir və eyni zamanda xanəndəni müşahidə eləmək üçün xüsusi olaraq gərək o xanəndənin yaradıcılığını əzbər bilməlisən və hazır olmaq, çünki bizim musiqimiz fantaziyalı musiqidir, içərdən gələn bir musiqidir, anında hər şey dəyişə bilir. Hesablanmış bir, bəlli bir, deyək ki, ramka var, çərçivə var, amma onun içərisində hər şey dəyişə bilir. Anında hər şey yazılır. Onun üçün sən gərək, məsəl üçün, mütəmadi işlədiyin xanəndənin, deyək ki, mən Məsum İbrahimovu müşahidə eləmək çox mənim üçün asandır. Amma bir də görürsən ki, başqa bir xanəndəni müşahidə edirsən, onu anında elə bir cavab verməlisən ki, tam onun yaradıcılığını bilməlisən. Məsələn, mən rəhmətli Arif Babayevi müşahidə edirdim. Məsələn, mən onun körpəlikdən onun bütün yaradıcılığını bildim. Alim Qasımovdur və digər böyük sənətkarlarımızı, məsələn, balaca uşaq vaxtımdan müşahidə eləmişəm. Rəhmətli Yaqub Məmmədovu. Bunların hamısının mən onların çünki bütün yaradıcılığını dinləmişəm, əzbərləmişəm. Bilmişəm ki, o nə istəyir, bundan sonra nə ifa eləsəm onun, yəni onun ürəyincə olacaq. Eyni zamanda kamançalanı hiss eləməlisən. Bilməlisən ki, o məsəl üçün o sənə nə verir, sən ona nə verirsən, nağara çalanı və çoxdur. Müşahidənin də böyük bir elmdir. O çox ağır bir şeydir. Yəni hərəsinin özünün öz belə çətinlikləri var. Bəli, bəli. Çətinlikləri və məsuliyyəti var. Belə çıxır ki, ümumiyyətlə müşahidə zamanı sadəcə müşahidə deyil, bunun içərisində sənətkarı tanımaq, onun bütün sənət yolunda olan addımları birə-bir bilmək lazımdır ki, nə zamansa çıxılmaz bir vəziyyətə düşəndə müşahidə zamanı siz onu vəziyyətdən çıxarasınız. Həm çıxılmaz vəziyyətə düşəndə, həm də bu musiqi belə bir şeydir ki, bu zövqlə, yəni həvəslə olan bir musiqidir. Çox yaxşı bir formada ola bilərsən, amma orada komand şəklində
sanki bir futbol oyunu kimi belə oyun gedir. Yəni orada hamı əhval-ruhiyyəsi o qədər gözəl olmalıdır ki, təkcə çətin vəziyyətə düşməkdən getmir. Yəni ümumən ahəng elə qurulmalıdır ki, yəni bir-birinə elə bir ruhən belə bir həvəs verməlisən ki, ruhlanıb daha gözəl ifa eləsin. Məsələn, xanəndə ola bilər könülsüz olar. Sən ona elə bir elementlərlə, elə bir barmaqlarla, yaxud da kamança və yaxud da balaban onun elə damarına toxuna bilər ki, ona elə bir sonra oxuduqları, hətta beynində planlaşdırdıqlarını da dəyişib daha gözəlini oxuyar. Bəli. Yəni bunun üçün sən bəli o xanəndəni hiss eləməlisən. Bilməlisən ki, bunun ürəyindən nə keçir? Mən ona nə verim? Çünki onun üçün də sən onu onacan çox izləməlisən. Bilməlisən ki, bax bu birdən görsən ki, bizdə fermata deyirik də, səsi uzadır. Məsələn, istədiyi qədər belə adli biçim deyirik. Yəni ürəyi istədiyi qədər uzadaraq, məsəl üçün başlayır. Sən onun içində olmalısan. O olmalısan. Hiss eləməlisən ki, bəlkə də məşq elədiyiniz qədər uzanmadı bu. Amma hiss eləməlisən ki, bax burada nəfəsin tam bitirib başlayacaq. O nöqtəni düz bir yerdə başlayacaq. Ona görə maksimum səfərbər olmalısan ona. Maksimum diqqətin onda olmalıdır. Tək olanda özüməm. Nə cür istəyirəm uzadıram, nə cür istəyirəm bitirirəm, nə cür istəyirəm məni müşahidə edir hamı. O bax fərq budur. Amma müşahidə edərkən və hiss eləməlisən ki, bax bu hər zaman bu xanəndə, bu ifaçı bu xanəndə olmaya da bilər. Vokal ifaçısı da ola bilər. Mən Azər Zeynalov olsun, mən hamısını, yəni bütün bizim gözəl sənətkarlarımız Samir Cəfərov olsun, Anar Şuşalı, məsələn, dəfələrlə biz, yəni mahnı ifaçıları olsun, bir yerdə çıxış edirik də. Onu anında tutmalısan. Demək sən onun yaradıcılığını bilməlisən ki, bax bu qədər uzada bilər. Yəni hiss eləməlisən. Yəni bu çox belə bir məsuliyyətli bir işdir. Mədəni yurdumuz. Olubmu ki, çıxılmaz bir vəziyyət, nəsə bir şey yaranıb, amma canlı konsert zamanı o vəziyyətdən çıxmasınız. Olubsa nə olub? Bax, mənə maraqlıdır. Biz konsert ümumiyyətlə belə bir şeydir ki, bu canlı ifadır. Bəli. Konsertdə bir çox şeylər ola bilər. Yəni, düşünürəm ki, orada da biraz təcrübə. Bəli. Təcrübə öz işini görməlidir. Musiqiçi onda daha yaxşı musiqiçi olur ki, onu körpəlikdən atırlar səhnəyə. Bəli. O səhnədə bişməlidir. Özdə, məsələn, ifaçılar bizdə bir neçə kateqoriyadadır da. Məsəl üçün, musiqiçilər daha doğrusu. Var ifaçılar, var yaxşı pedaqoqdular, yaxşı öyrədə bilirlər. Məsələn, ifaçı var, öyrədə bilmir. Var ki, yəni, çox gözəl ifaçıdır, səhnədə özünü görsədə bilmir. Var ifaçı ki, səhnədə artıq yerə özünü görsədir. Yəni, musiqiçilər onu qəbul eləmir. Yəni, musiqiçilərin qəbul eləməyə birinci lazımdır. Tamaşaçı çaşa bilər, çaşdıra bilərsən onu. Və bilirsiniz nəyə bənzəyir? Magiya ilə bir fokus eləmək kimi bir şeydir. Yəni, onu sən bir şou hərəkət, amma bir də var ki, musiqiçi ürəyinə dəymək, toxunmaq. Onun çünki artıq özü də bilir ki, yəni mən bunu professionalcasına elədim. Ona görə də çətinliyə düşəndə təcrübə. Biz o illərlə ki, məsəl üçün, keçmişik bu anlar. Məsələn, mənim səhnədə olub İtaliyada, Arena de Verona'da biz konsert verirdik. Demək, məndən öncə də demək, çıxışlar var idi. Mənsum müəllim çıxış edirdi, Aygün Bayramova çıxış edirdi. Orkestrin də nömrələri vardı. İtaliya Sinema Orkestrası idi. Bu arada onu deyim ki, çox möhtəşəm bir konsert idi. 12.000 insan orada qeydiyyatdan keçmişdi rəsmi. Çox böyük bir hadisə idi. Onların da hardasa bir 100-ə yaxın orkestrin ifaçıları, o qarşısında bir dənə biz çıxış edirdik. Çox gözəl bir konsertimiz olmuşdu. O konsertdə məsələn mən gördüm ki, səhv eləmirəmsə Mənsum müəllim ifa eləyəndə Kor Ərəbin mahnısı Fikrət Əmirovun yağış başladı yağmağa. Mən də bizim alətlər yağışdan qorxur. Rütubət oldu, elə bil nəfəs ala bilmir də, səs batır, alətin üzü yatır, çox nazikdir. Çünki mal ürəyinin dərisinin də çox nazikdir. Hardasa kamançanın üzü biraz qalın olur, amma tar daha həssasdır. Daha xüsusi olaraq. Mən onda fikirləşdim ki, mən neyniyim? Mən tarı qucaqladım, milli geyimdə idim də. Qucaqladım, onun üzünü örtdüm ki, mən bildim ki, ora mən belə bu vəziyyətdə çıxsam, 100% oracan mənim alətim danışmayacaq. Qucaqladım, saxladım və səhnəyə çıxanda Allaha dua elədim ki, bir problemim olmasın.
Yəni çıxdım, elə birinci gördüm ki, yağış əlbəttə üstü bağlı idi, amma hiss elədim ki, 1 metrlimdədir də. Fikirləşdim ki, əsərim də çox cəld əsər idi. Həsən Zahir Çargah Rapsodiyası. Mənə də dirijor İtalyan dirijoru idi. Mən orada biraz Çargah muğamında çalmalıydım. Çaldım da, demək onu çalışdım ki, fikrimi tez və o hiss elədim ki, məsələn artıq burada bunu eləmək olmaz, bunu eləmək, çünki bilirəm ki, oynayacaq və sona qədər şükür Allaha ki, yəni Allah yardımçımız oldu. Mən çalışdım ki, Azərbaycan tarixini düzgün səsləndirəm orada. Ümumiyyətlə bütün ifalarımızda çətinliklər olur. Yəni düşdüyümüz belə çətin vəziyyətlər olur. Bir dəfə olmayıb, bir neçə dəfə olur. Məsələn, mənim yadımdadır, Latviyada biz Rigada konsert verəndə biz proqramı cızdıq, amma fikirləşmədik ki, dayanmadan gedir, Mənsur müəllim çox oxuyur. Biz ona sonra baxırıq, video çəkilişə baxırıq ki, bu insan dayanmadan oxuyur. Yəni orada da bir axıra yaxın dedim, ay Allah, sən bizə kömək ol. Yəni bu töv konserti gəlmişik buracan. Çox olub. Səhnələrdə məsələn elə olub ki, hündür bir məsafədə bizi bir səhnədə qruplar otuzdurublar, əyləşdiriblər. Səhnəyə çıxanda görmüşəm ki, adam istərsəmiz hündürlükdən bir belə fobiya yaranıb. Amma çalışmışam ki, özümü səfərbər eləyəm. Çünki bilirsiniz, sənətimizin çox ağırlıqları var. Bunun üçün gərək mən uşaq vaxtı ilk dəfə səhnəyə çıxanda 84-cü ildə 1-ci sinifdə oxuyurdum musiqi məktəbində. Onda çıxanda elə bilirdim ki, ürəyimin o qədər döyünürdü ki, dedim, yəqin ki, ürəyim yerindən çıxacaq. Onda başa düşmürdüm. Əllərim də donmuşdu, heç bilmirdim nə çalıram. Amma sonra başa düşdüm ki, artıq bunu uşaq da olsam anladım ki, mən bu sənəti seçmişəmsə, mən bu yolda gedəcəmsə, səhnədən qorxmamalıyam. Üzərinə getməliyəsin. Əksinə, üstünə getməliyəm. Ona görə deyirəm, o musiqiçinin ki, uşaq vaxtından buraxırlar səhnəyə, müsabiqələrə, o qədər təcrübə toplayır ki, artıq o tamaşaçı ilə oynamağa başlayır. Yaxşı mənada. O bilir ki, tamaşaçı nə istəyir. Sarı simə toxunur əslində. Bilir, anlayır ki, bax tamaşaçı burada istəyir ki, bunu eləyim. Mən istəyir ki, o artıq bişir. O yaxşı mənada formalaşır. Onun üçün də musiqiçiyə, ifaçıya səhnə lazımdır birinci növbədə. Həmin o həyəcanınız hər konsert öncəsində hələ də yaşayırsınızmı? Yoxsa insan nə qədər professional olsa da sanki o həyəcanı istəmir getsin. Hər dəfə yeni bir şeylər yaşanır. Elə bir konsert yoxdur ki, orada onu bir balaca da olsa yaşamayasan. Mümkünsüz bir şeydir. Əgər o yoxdursa, sən məsuliyyətsizsən. Bəli. Biganəsən. O elə olmaz. Yəni mən inandırım sizi ki, hər yaşımda deyək ki, hətta mənə fəxri adlar verilib, onda mənim yüküm daha çox alıb. Məsələn, inandırım sizi ki, ilk dəfə elan ediblər televiziyada ki, əməkdar artist fəxri adı almışıq o vaxtı, 2007-ci illər. Mən elə bir oturmuşdum normal, televiziyada canlı efir idi. Birdən-birə dedilər efirdə. İnanırsınız, əllərim hiss elədim ki, həyəcandan özümü toparladım ki, onu yadından çıxardı. Onu qoy qırağa. O dövlətin, ölkənin başçısının sənətivə verdiyi qiymətdir. İndi məsuliyyət 2 dəfə artıqdır. Arxayınlaşmaq yox, əslində daha da inkişaf etmək lazımdır. Bəli. Həmçinin yəni xalq artisti mən fəxri adı aldım. Mən inandırım sizi ki, elan olunanda elə bir anlıq yadıma düşür ki, bəli, mən bir böyük bir fəxri ada layiq görmüşəm cənab prezident tərəfindən. Yəni amma məsuliyyətim 1-ə 10 artıb. Çünki mən ifamla həm nəinki tamaşaçılar, həm də özümdən sonra gələn gənc nəsildə üçün mən nümunəyəm. Gərək mən elə ifa eləyəm ki, onlar anlasınlar ki, bax bu cür nə olmalıdır. Yəni səhvə yol verə bilmərəm mənim artıq. Yəni ona görə o məsuliyyət bir anlıq olur. İndi ola bilər ki, indi səhnələrdən səhnələrə fərq var da. Elə olur ki, tez keçir, anında ötür keçir. O yəni deyirəm, təcrübə. Və elə işin əslində dadı duzu da elə bundan sonra başlayır. Mədəni yurdumuz. Bax, siz uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Yetirmələriniz var. Ümumiyyətlə, müəllimlik çətin deyilmi? Bu sənəti çünki o qədər dərin sənətdir. Yəni, tarı hiss eləmək. Mən, misal üçün, bir alət olaraq, Azərbaycan milli aləti olaraq çox böyük hörmətim var. Çox mənə ağır gəlir. Və insan hər əhval-ruhiyyədə olanda da tara qulaq asa bilmir. Çünki dediyim kimi, çox ağır, nə qədər şux musiqilər olur olsun, tar ifa elirsə, insanda bir özünə çəki düzən verir. Bir dik oturur ki, mən bir hörmət əlaməti olaraq ona qulaq asım. Özəlliklə də sizin ifalarınız.
yetirmələrinizə nələr öyrədirsiniz? Bax, onların dəsti xətti nə zaman başlayır? Əvvəla tara verdiyiniz belə dəyər üçün hörmətiniz artıq olsun, çox sağ olun. Bu bizim ana musiqimizdir, bu bizim kimliyimizdir, şəxsiyyət vəsiqəmizdir. Bu bizim millət olaraq mən düşünürəm ki, əsas vacib atributlarımızdan biridir. Yəni mən bunun ifaçısı olduğum üçün demirəm, mən bunu dünyanın hər yerində belə görmüşəm. Həqiqətən də tarın, kamançanın, yəni milli alətlərimizin, muğamın, xanəndələrimizin səsi gələndə azərbaycançılıq siması çıxır üzə, göz önünə. Bilirsiniz, mən körpəliyimdən demək olar ki, az yaşlarımdan demək olar da, yəni körpəlik, yəni sənətə gəlməyimizdən. Mən 93-cü ildən 20 yaşımdan müəllimlik edirəm. Mənim qismətim belə olubdur. Mən kolleci fərqlənmə diplomla bitirmişəm. Orada xüsusi o vaxtı stipendiya ilə təhsil alan 3 tələbədən biri olmuşam. Gənclər Təşkilatının sədri olmuşam. Belə mənim ictimai fəaliyyətim də çox yaxşı olub. Yəni mən artıq Asevzinalda təhsil alanda mən orada bütün xanəndələri müşahidə edirdim. Konsertlərin hamısında orkestrin rəhbəri idim. Kollecimizin, Asevzinalının ansamblının konsertmeysteri idim, orkestrin konsertmeysteri idim. Yəni belə də orada da keçirilən bütün müsabiqələrdə birinci yer tuturdum, ikinci yer tuturdum. Sənət dostlarımızla artıq mən aşağı yaşlarında seçilirdim uşaqların içində. Yəni həmçinin mənim bəzi sənət dostlarım bu günlərim səhnədədirlər, fəxri adları da var. O uşaqlar elə mübarizə apara səhnəyə gələn ifaçılar da hamısı. Mən onda elə konservatoriyaya daxil oldum. Çox çətin bir dövrdə qəbul olduq biz. İlk test imtahanı verən, yəni Azərbaycanda bax həmin vaxtları idi. Çox ölkəmizin torpaqlarının işğala düşən vaxtları idi. Ağır bir vaxtları idi. Mən belə bir il idi təhsil alırdım. Məni Asevzinallıya konsertmeyster vəzifəsinə götürdülər. Yəni Alim Qasımovun, bir də rəhmətli Vahid Abdullayevin, Mənsum müəllimin, Qəndab Quliyevanın müəllimi olubdu. Böyük müəllim idi, o da Vahid müəllim. 2 nəfərin sinifində konsertmeyster müşahiətçi kimi götürdülər. Artıq mən orada inandırım sizi, orada indi bugün çox tanınmış bizim ifaçılarımız orada tələbə idilər. Mən artıq ora mən bir konsertmeyster müəllim kimi gəldim. Jurnalım var idi. Jurnala qeyd edirdim tələbələri. Yaşca məndən 5-10 yaş böyük idilər. Və o ildən sonra mən konservatoriyanı bitirdim 97-ci ildən. Mən rəsmi müəllim olaraq başladım işləməyə. İndi konsertmeyster müşahiətçi başqa, amma müəllim kimi. Və bu illərdə deyim ki, bütün tələbələrim çox ideal olub, yox. Amma çox yaxşı tələbələrim var. Yəni çox gözəl tələbələrim var. Bu günlərim mənim sinifimdə 5 ya 6 nəfər belə prezident təqaüdçüsü tələbələrim bəli var, olubdu. Mənim tələbələrimdən beynəlxalq müsabiqənin laureatları olan da var və ilk dəfə olaraq, yəni instrumental ifaçılıqda Grand Prix mükafatını qazanan instrumental ifaçılıqda mənim tələbəm olub, Vaqif Təhməzov. Yəni həm birinci yerləri götürən uşaqlarım da olub, tələbələrim olub. Həm də beynəlxalq müsabiqələrdə, məsələn, xarici ölkələrdə çox gedib gözəl yerlər qazanan, nəinki müsabiqələrdə, bax bu günlərin bizim cavan xanəndələrimizi müşahidə edən tar kamança ifaçılarının deməzdim hamısı, çoxu mənim tələbələrim və Elnur mənim tələbələridir. Bilirsiniz niyə? O uşaqlar az yaşlarından mən onları götürürəm. Kollecə qəbul olurlar və nəzarətimdə olur. 10-11 il mənim nəzarətimdə olur o uşaqlar, bilirsiniz. Yetişdirirəm, yanımda yetişdirirəm, buraxıram özümdən konsertlərə. Sonra bilirsiniz, bizim gəncləşən muğam layihəmiz var, Mənsum İbrahimov, mən, Elnur Əhmədov, bir də Təyyar Bayramov. Bizim dördümüzün bu artıq sayını unutmuşam, ya 8 ya 9 dəfə biz bunu keçirmişik. Bu bilirsiniz nədir? Biz bunu Heydər Əliyev sarayında eləyirik. Sonra bizim muğam mərkəzində eləyirik, rayonlarda eləyirik, Naxçıvan şəhərində eləmişik, digər böyük şəhərlərimizdə eləmişik, Gəncədə eləmişik. Biz orada o həmin uşaqlarımızı laboratoriya kimi bir növ həm də işlədirik. Məsələn, mən onu Şah İsmail tamaşasından Leyli Məcnun, Aşıq Qərib, digər tamaşalardan belə deyə kiçik bir hissələr verirəm, ifa eləyirlər. Mən yox, biz eləyirik daha doğrusu. Yəni o uşaqlar bişirlər, sabahlarım görürsən ki, hansısa bir yerdə oturdular, sərbəst çalıb oxuyurlar. Mənsum mənim də tələbələri, Təyyar mənim, digər bizim hətta heç tələbələri olmayan ifaçılarımız da hamısı. Oradan
bir dostluq yaranır onların da arasında. Sonra görürsən ki, öyle özləri üçlük yaradıblar, sənətimizdədirlər, Bəli. sənətimizə xidmət edirlər, həm maddi rifah hallarını düzəldə bilirlər. Bəli. Yəni deyək ki, toylara gedirlər, konsertlərə gedirlər, qastrollara gedirlər. Mən baxıram, mənim tələbələrim biri təyyarədən düşdü, digəri getdi. Baxıram, İnsan qürur duyur. Hə, əlbəttə ki, mən sevinirəm ki, mənim bu günlərim tələbələrim mənimlə özümlə bir yerdə səhnədədirlər. Mən oturmuşam ətrafımda, heç mənim tələbəm olmasın. Yəni vacib deyil mənimdir. Bu günlərim ifaçılıqda əgərlərim gözəl ifaçılarımız yetişirsə, bu elə hamımızın uğurudur. Bəli. Müəllim üçün də əlbəttə ki, bu gün sevinirəm ki, məsələn, istər Asəf Zeynallıda olsun, mənəm orada da qısa da olsa mən oranın yetirməsi olduğum üçün o məbədgahdır mənim üçün. Orada da mən kiçik də olsa dərs yükü saxlamışam. Dediyim kimi oradan uşaqları hazırlayıb Milli Konservatoriyaya gətirirəm. Milli Konservatoriyada mənim kifayət qədər tələbələrim var və elə olub ki, uşaqlar ərzə ilə müraciət edirlər. Görürəm ki, çox saylı müraciət olur. Bu məni sevindirir ki, yəni onlar nəsə məndən istəyirlər də. Mən də onlardan heç vaxt əsirgəmirəm. Yəni çünki mən özüm də belə olmuşam. Mən özüm də bütün o yolları keçmisiniz. Öyrənmişəm, bəli, əlbəttə ki, bu belə də olmalıdır. Mədəni yurdumuz. Ən çox mənə maraqlıdır, bax, tarda ifa eləyərkən hansı musiqi sizi sakitləşdirir? Məsələn, deyirsiniz ki, bax, illərdir ki, bu musiqini ifa eləməkdən doymuram və mənə ilham mənbəyidir, bax, belə deyim. Sözün düzü konkret olaraq onu beynimdə fikirləşməmişəm, amma o ani bir şeydir. Yəni musiqi hal məsələsidir. Bilirsiniz necədir? Bu əhval-ruhiyyəyə bağlı bir şeydir. Çox əhval-ruhiyyəyə bağlıdır. Mən məsələn birdən görürsünüz ki, bu bağda oturanda sən sərbəst olursan da, yay vaxtıdır. Çox ifa eləmək olmur adam çünki hava sıxır. Yəni həm rütubət, həm biraz isti. Amma birdən görürsən adama bir əhval-ruhiyyə gəlir. Belə hiss edirsən ki, biri var ki, eləməlisən bunu, belə də tapşırıq kimi özün üçündür, əskər kimi də bilirsən ki, bu işindir, sən eləməlisən. Bir də var ki, belə əhval-ruhiyyən gəlir, götürürsən, bir deyək ki, bir musiqini ifa edirsən. Orada mahnı da ola bilər, muğam da ola bilər, hansısa bir şur da ola bilər, dilkeş də ola bilər, seygah da ola bilər, şüşlər də ola bilər. O səndən asılı deyil. Anında hansı atmosferada sənə ruh gəlirsə, o gəlir. Və gələndə hiss edirsən ki, sən əvvəlki kimi ifa eləmirsən. O sıradan ifa elədiyin kimi eləmirsən. O ani gəlir adama. Biz körpəlikdən belə böyürük. Bilirsiniz necə? Bizim sənətimizdə bəzi insanlar mənə elə başa düşməsinlər ki, mən öz sənətimizi hamıdan yuxarı sayıram. Xeyr. Əlbəttə həkimliyin də öz çətinlikləri var. Məli uşaq vaxtı valideynlərim hətta istəyirlər ya mən həkim olum ya da hüquqşünas. Çünki orta məktəbi də yaxşı oxuyurdum. Qiymətlərim yaxşı idi, əla idi. Amma düşünürəm ki, elə mən də elə həkim kimi elə insanların ruhun necə müalicə edirəm, dincəldirəm. Ona görə əgər bu işdə bir qatqım olursa, biz körpəlikdən uşaqlara deyirik ki, məsələn bir şey ifa eləyəndə deyirik ki, ürəklə çal, ürəklə çal. Məsələn yaxud da ürəklə oxu. Hə bax hiss elə, bax gözünün qabağına gətir ki, bax belə bir yerdəsən, belə bir biz onu o əhval-ruhiyyəni yaradırıq. Yəni müəllimlər də bizə də belə yaradıblar da. Bax gözünü yum gör sənin ürəyindən nə keçir. Artıq səndə estetika, form biraz belə romantikləşirsən, nə bilim belə özündən obraz yaradırsan gözünün qabağında, nəsə bir özün üçün bir şey yarat. Bu səndə bu emosiyalar o qədər qalxır ki, o çox yüksək qalxır da. Artıq sən biri var musiqinin arxasınca düşürsən, bir də var sən o gözəllikləri axtarmağa başlayırsan ki, mən necə ifa eləyim ki, daha gözəl olsun, daha yaraşıqlı olsun. Müəllim məsələn, mənim müəllimim Allah rəhmət etsin Akif Novruzov mənə bir dəfə dedi ki, bu gün səndən bir-iki şeyi danışacağam. Mən bir ifadə var idi, çalırdım, amma o istədiyi kimi alınmırdı. Mənə dedi ki, bax, gəl sözünü neçə cür deyə bilərsən. O gəl sözünü mənə bir 5 cürə dedi. Gəl, gəl. Başqa tonlarda bəs. Tonu dəyişdi, gördüm. O tonu mən barmağıma, biləngimə dedi ki, bax, dəyiş, görəcəksən ki, ruslar deyilir vrajeni, yəni özünü göstərmək kimi də, belə bir ki, sanki. Belə musiqidə də bu elementlər var. Yəni, belə, mənim heç yadıma çıxmaz bir dəfə Rastropoviç ustad dərsi verirdim Bakı Musiqi Akademiyasında. Getdim, oturdum.
baxdım ki, görüm bu ustad nəyi əsas insanlara öyrətməyə çalışır. Yəni baxdım ki, orada ümumiyyətlə ustad dərsləri çox maraqlıdır. Mən özüm də bir neçə dəfə ustad dərsində olmuşam. İranda da olmuşam, Təbrizdə, Finlandiyada olmuşam, Polşada, Varşavada olmuşuq, Musiqi Akademiyasında, Norveçdə, Osloda olmuşuq, bir neçəsində olmuşuq. Çox maraqlı bir şeydir. O dedi ki, bax bu əsər çalanda sən nəyi hiss edirsən? O dedi, bilmirəm, belə dedi ki, sənə elə gəlmir ki, burada bir işıq var, gün işığı var. O da qayıtdı ki, mən onu hiss eləyə bilmirəm. Dedi ki, bax, mən sizə bir şey deyim, bax, o mənim yadımda çox qaldı. Dedi, yaxşı olar ki, bax, bəstəkar yəni, əsərinə müraciət eləyəndə, baxın, görün ki, bu bəstəkar hansı dövrdə yaşayıb, bir. İkinci, bunu hansı ildə yazıb, bu iki. Baxın, görün hansı fəsildə yazıb. Görün orada günəşli olub, hava yoxsa qarlı olub, yağışlı olub. Hansı fəsilə aid olub. Onun işığı, o fəsil onun əsərində görsənəcək. Əgər sən onu tuta bilsən, hiss elə bilsən. Mən inansız belə heç anlamazdım ki, fərqli bir baxış forması. Məsələn, bu necə onun... Oğlan sonra başladı ifa eləməyə, bu tələbə. Gördüm ki, onun əlində əzələləri dəyişdi, barmaqlarının hissiyatı dəyişdi. O istədi ki, onu çatdırsın. Budur, məsələ budur. Sənətin elə bir dənə göstərmək deyil, arxasında çox böyük bir elm durur. Onda mən düşünürəm ki, bu Allahın verdiyi bir şeydir. O mütləqdir. Biz indi bir dənə musiqiyə bir uşağı götürəndə, məsələn, birinci ritmin yoxlayırıq ki, görək bunun ölçü yerindədirmi, məsəl üçün. Çünki hər bir şey ritmlə olacaq. Bir də ki, bunu eşitmək qabiliyyəti önəmli şeydir. İki də əsas şey. Yəni, bu, eşitmək də, məsələn, sən bir notu verirsən, o deyək ki, başqa not səs çıxardırsa, artıq yorma onu. Yəni, bunu ola bilər xoşuna gələr, amma hissiyyat o deyil. Yəni, qulaq beyinə düzgün informasiya verə bilmir. Artıq bu, demək, əlaqə yoxdur. Üçüncü yoxlanılan bir şey. Deyirlər, bir şeir deyə bilərsən, uşaq var ki, himni oxuyur, körpə vaxtı. Uşaq vaxtı bir də görsən biri şeir deyir, pafosla, bir əli ilə. Artıq o nədir? Demək, səhnədə bu ifaçı olub bunu çatdıra biləcək. Bax, bunlar kompleks Allah sənə veribsə, bu ana bətnində verilir insana. Qandan, damardan, bu genetikadan keçən bir şeydir. Verilibsə, sən də bir yaxşı bir mühitdə bunu öyrənmisənsə, onda sənin gələcəyində musiqiçi ola bilərsən. Amma bunların hamısından üstəgəl zəhmətdir. Çoxlu sayda saatlarla məşqdir. Mən elə Allah Taala hər şeyi verib, gedim öz bildiyimi elmlə, orada-burada vaxtımı keçirdim. 8 saat məşq. İnanın, mən elə günüm olub ki, 10 saat yarım, 11 saata yaxın məşq eləmişəm. Mənə lazım olub. Çünki bu idmançı kimi bir şeydir. Siz formada olmasan formada, bax, hər bir yaşında formada olmasan, sən yerində sayassan, hamı gedəcək, sən qalasan. Yəni, onlarla nə yaxlaşa bilməyəcəksən. Çünki, bəli, əlbəttə, mütləq musiqiçi, bizim məmur dostlarımız var, musiqiçilərdir, instrumental ifaçılardır, məmurdurlar amma. Belə məmur nə mənada, yəni ki, hansısa bir vəzifə daşıyır. Amma onlar stabil öz məşqlərini saxlamırlar. Mütləq o, baxmayaq ki, inzibati işlə məşğuldur, hansısa bir rəhbərlik eləyir bir müəssisəyə, ona baxmayaraq görsən ki, otağında arxada aləti yanında olur, mütləq ya pianino mu, ya tar mı, ya hansısa bir alət mi, mütləq işləyir. Çünki o formadan düşə bilməz. Həyat tərzinə çevrilib artıq. Düşdü, çünki o mütləq olmalı, gündəlik olmalı. Mədəni yurdumuz. Eşim bəy, son olaraq yeni layihələriniz barədə nə planlarınız var, nə yeniliklər var? Çünki mən onsuz da sizə hər zaman elə bilirəm ki, nə zaman sizi danışdırsam, mütləq mənə bir yenilik verəcəksiniz. Çünki normalda həmişə qonaqlarıma daha da yaxından bələd olmaq üçün mütləq şəkildə bioqrafiyasını oxuyuram və hər zaman o bioqrafiyanı oxuya-oxuya gözümdə canlanır. İlnur bəy, siz və Mənsum İbrahimov, hər zaman siz ifa eləyəndə baxıram, üzünüzdə bir təbəssüm olur, bir gülüş olur və dinləyiciyə də, tamaşaçıya da çox pozitiv ötürürsünüz. Və o pozitivlə də biz o xoş musiqini rahat şəkildə qavraya bilirik. Belə deyim, dincəlirik. Yeni layihələriniz nələrdir? Əvvəla mən çox təşəkkürümü bildirirəm bu xoş sözləriniz üçün. Düşünürəm ki, biz Azərbaycan mədəniyyəti üçün, Azərbaycan musiqisi üçün nə qədər işlər görsək azdır. Çünki biz mədəniyyətimizin əskərləriyik. Bizim və mənim kimi digər bizim sənət dostlarımızın da boynuna bugün bu vəzifə düşüb. Bunu yük adlandırmazdım və bu vəzifəni sevə-sevə edirik biz. Bizim dünya ölkələrinə
bir çox səfərlərimiz var. İnşallah, yəni Allahın köməyi ilə biz bunları həyata keçirdəcəyik. Qarabağ muğam qrupu olaraq Məsum İbrahimovun xalq artisti və Elnur Əhmədovun ilə bir yerdə. Bundan əlavə bir neçə mahnılar, yaxşı belə kompozisyon mahnılar fikirləşmişik. Onları mütləq yazmalıyıq. Birini də bu yaxınlarda yazıb bitirmişik. Onu da inşallah təqdimatını edəcəyik. Çox maraqlı bir layihədir. Belə çox gözəl bir düşünürəm ki, xoş da gələcək. Və əlbəttə bir də bu bilirsiniz, bizim bu illərim əziz sənət dostumuz, böyük qardaşımız Məsum müəllimin 65 yaşı olur, oktyabr ayın biri. Bu münasibətlə mən buradan elə kiçik də olsa anons eləyim ki, yəni əslində bu məsələlər bəlkə biraz mən öncədən də deydim, amma bu planda var ki, bir neçə konsertlərimiz olacaq. Nə gözəl. Hə, bu layihə ilə bağlı hətta təkcə Bakıda yox, Naxçıvan şəhərində. Artıq dediniz. Hə, dedim də, deyim. Çünki bu bizim artıq planlarımızdır. İnşallah Gəncədə və digər indi təkliflər də var. İndi onlar tam dəqiqləşsin. Biz bir maraqlı bir layihələrlə orada, yəni bir konsert proqramı, həm bizim sənət dostlarımız orada iştirak edəcək, həm təkcə Məsum müəllim tələbələri deyil, sənət dostlarımız bu gün cami musiqidə bizim həmişə yanımızda olan, ətrafımızda olan dostlarımız da olacaq səhnədə. Sonra bizim fikrimiz var inşallah Gəncləşən muğam layihəsini bu illərində mütləq eləyək. İnstrumental ifaçılıqda Elnur müəllimlə fikrimiz var ki, yeni əsərlər, bilirsiniz ki, bizim 3 albomumuz işıq üzü görüb, 3 ya 4 səhv eləyərəm və artıq albom formasında bilirsiniz ki, istehsal yox dayandığından biz elə ifa edirik sadəcə olaraq sosial şəbəkələrdə və platformalarda daha doğrusu yayılır bizim yəni müəllif hüququ qorunmaq şərti ilə və daha çox da sizin radioda səslənir. Bəli, səslənir. Sizin radioda dinləyicilər də hər zaman deyirlər, o arada bizim reklamlar arası və yaxud da musiqilər, parçalar arası bizim gözəl aranjmançı Rasim Məmmədov bizim əziz qardaşımız. Rasimlə bizim uzun illər dostluğumuz var. Bizim çox məşhur Rahab rəngimiz var bir yerdə. Sonra Humayun rəngimiz var. Ümumiyyətlə bütün çox layihələrimizdə bir çox aranjmançılar işləmişik. Rasimlə biz lap uşaqlığımızdan bir yerdə başlamışıq. 90-cı illərə təsadüf edib bu dostluq. Bir neçə ölkələrdə olmuşuq, hətta bir yerdə qastrolda olmuşuq. Yəni dostluq, qardaşlıq eləyirik və yəni əlbəttə ki, bunlar bu ifalarımız düşünürəm inşallah radiolarda da səslənəcək. Bir-iki mən yeni əsər ifa eləmişəm, Qərənfil əsərini Vasif Gözəlovun Liepaya orkestri ilə, Latviyanın Liepaya orkestri ilə, Liepaya orkestri ilə, onların simfonik orkestri ilə, Yalçın Gözəlovun dirijorluğu ilə onu yenidən ifa elədim. Onun müşayiət hissəsi vardı. Mən amma onun təzədən səsini bizdə, özümüzdə, biz onları orada ifa eləmişdik, Latviyada ifa eləmişdik. Orada da bunu da qeyd edeyim ki, bizim ümumiyyətlə çox layihəmizin sonu çox gözəl oldu ki, Sony şirkəti çox nadir hallarda belə olur. Yəni bizim bu diskimizi işıq gördü. Yəni orada bizim simfonik muğamları ifa elədik. Orada Məsum müəllimin ifasında bizim mənlə Elnurun müşayiəti ilə, Yalçın müəllim dirijorluğu ilə Liepaya orkestri Latviyanın. Orada biz demək Niyazinin Rast, Vasif Gözəlovun isə Segah simfonik muğamları, bir də ki Qarabağ oratoriyasının o finalı Qarabaş kəssəsini ayrıca bunu disk şəklində artıq Sony şirkəti özü buraxdı. Yəni bu çox böyük bir uğur. Bizim Azərbaycan mədəniyyətində bizim musiqiçilərdən yəni ki 2-3 nəfər ancaq olub. Yəni ki belə Sony şirkəti onu özü götürüb boynuna, yəni bütün hər bir xərcini dünyaya yayıb. O şükür Allaha ki buna da nail olduq. Allaha şükür. Çünki bizim uzun illər böyük layihəmiz idi bu. Biz dünyanın bir 20-yə yaxın ölkəsində bunu eləmişdik bu layihəni, amma diski yazılmamışdı. Təklif də onlar tərəfindən oldu. Və bu cür bax belə layihələrimiz şükür Allaha ki çoxdur. Yəni biz nə qədər ki bu sənətdəyik, biz mütləq yeni ifalar eləməliyik. Çünki bizdən sonra gələn gənc nəsil var. Onlar baxmalıdır. Biz və eyni zamanda bu günlərim
belə çox bir sürətlə inkişaf gedir. Bu inkişafa uyğun musiqilər biz eləməliyik. Təbii ki, bizim o tradik belə deyirlər, ənənəvi musiqi bazamızı qoruyaraq, zaten əlimizdə alətimizin olmağı bu ifa eləməyimiz, oxumağımız, mənim müəllim deyək ki, muğam oxumağı bu artıq bunun qorunmasıdır. Amma bunun daha mükəmməl, daha yeni nəfəslə biz çalışırıq eləyək və Allahın izni ilə düşünürəm ki, bunu davam etdirəcəyik və tamaşaçılarımıza, dinləyicilərimizə, bizi sevənlərə, yəni yeni musiqilərlə qonaq olacaq. Elçin bəy, dediyiniz fəaliyyətlərin hamısını reallaşdırmaq üçün Allahdan sizə can sağlığı diləyirəm. Fəaliyyətinizdə uğurlar arzulayıram. Həqiqətən mən bu gün özümü çox şanslı hesab edirəm ki, sizlə qarşı-qarşıyayam. Çünki həqiqətən də Azərbaycan musiqisini o qədər gözəl şəkildə təmsil edirsiniz və fəaliyyətinizi, uğurlarınızı saydıqca mən də bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram və çox təşəkkür edirəm ki, bu gün dəvətimi qəbul edib gəldiniz. Dəyərli dinləyicilər, bir daha xatırladıram ki, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Bugünkü qonağımsa Azərbaycan Respublikasının xalq artisti, Milli Konservatoriyanın dosenti Tarzən Elçin Həşimov idi.